İnadkar tayfa yenə də Salihin dediklərinə inanmadı. Əksinə, bu dəfə Salih peyğəmbəri öldürmək üçün plan qurdular. Şəhərdə fitnə fəsad törədən, pis işlər görən 9 adam var idi. Onlar dedilər: Bir-birinizin yanında Allaha and için ki, gecə Salihə və ailəsinə basqın edib onları öldürəcəksiniz. Sonra da onun yaxın qohumuna biz onun ailəsinin öldürülməsini görməmişik deyəcəksiniz. Beləcə onlar hiylə qurdular. Lakin Allah onların hiləsini boşa çıxardı. Salih peyğəmbəri öldürə bilmədilər. Səhər yuxudan oyananda kiçik, böyük, qadın, kişi hamısının üzü saralmışdı. İkinci gün qıpqırmızı oldu, üçüncü gün isə qapqara qaraldı. Nəhayət dördüncü gün Allah zalımlara öz əzabını göndərdi. Qorxunc zəlzələ onların qəlblərini yarır, evlərini dağıdırdı. Bu Səmudlular üçün əzablı bir gün idi. İnsanlar qurtula bilmir, möhtəşəm evlər yerlə yeksan olurdu. Beləcə şəhər xarabalığa çevrildi. Sanki orada heç kəs yaşamamışdı. Zalım insanlardan bir nəfər də olsun sağ qalmadı. Hər tərəf qaranlıq idi, heç nə görünmürdü. Nə çağıran var idi, nə də cavab verən. Salihi və ona iman edənləri isə Allah qorudu. İnananlar heç bir zərər görmədilər. Onlar dağılmış şəhəri tərk etdilər. Şəhərdən çıxarkən Salih ölmüş insanlara baxıb kədərli halda: Mən sizə nəsihət etdim, Allahın dediyini çatdırdım, amma siz məni dinləmədiniz, dedi.